Ateşkəs pozuldu, hücumlar davam edir. Zelenski son vəziyyətdən danışdı. Rusiya ordusu ümumi ateşkəs təəssüratı yaratmağa çalışır, lakin irəliləmək və Ukraynaya itki vermək cəhdlərindən əl çəkmir. Report xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodymyr Zelenski özünün Telegram kanalında bildirib. Dünən saat 18:00-dan bugün saat 00:00-a qədər Rusiya ordusu 387 dəfə atəş açıb və 19 dəfə hücum edib. Rusiyalılar 290 dəfə pilotsuz təyyarələrdən istifadə edib deyə Zelenski atəşkəs zamanı cəbhədəki vəziyyətlə bağlı bildirib. Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin hesabatına istinad edərək qeyd edib ki, Rusiyalılar atəşi və hücum hərəkətlərini davam etdirirlər. Cəbhə xəttinin müxtəlif istiqamətlərində artıq Rusiya tərəfdən 59 atəş açılıb, 5 hücum qeydə alınıb. Bundan əlavə Kursk vilayətində artilleriya zərbələri və pilotsuz təyyarələrdən istifadə qeydə alınıb. Bildirilib ki, Ukrayna öz növbəsində qarşı tərəfə adekvat cavab verib. Zelenskinin sözlərinə görə Ukrayna şəffaf davranmağa davam edəcək. İlkin nəticələrə yekun vursaq, hələlik cəbhədə tam atəşkəs yoxdur deyə Volodymyr Zelenski bildirib.